Fəsil 27. Lift aşağı mərtəbədə dayanarkən Langdonun nəbzi artıq sürətlənmişdi. Bunun bir səbəbi dar və boğucu kabinə idisə, o bir səbəb Ketrini tapmaqla bağlı artan narahatlıq idi. Mütləq buradadır. Qapı açılanda Langdonun önündə uzun bir dəhliz göründü. Kobud yonulmuş daş divarlar 800 illik bir qalaya məxsus idi. Bununla tam ziddiyyət təşkil edən döşəmə isə rənglənmiş sərt taxtalardan hörülmüş, incə balıq sümüyü naxışı ilə örtülmüşdü. Liftin önündən uzanan bu dəhliz ara məsafələri ilə yerləşdirilmiş zəif işıqlarla yuyulurdu. Ketrin, Langdon asta səslə çağırdı və dar liftdən çıxaraq gözlərini zəif işığa alışdırdı. Qapı arxasında bağlanarkən o dəhlizə boylandı və sağ tərəfdəki divar boyunca bərabər məsafədə düzülmüş 5 zərif taxta qapı gördü. Hər biri tağvarı daş çərçivə ilə əhatələnmişdi. Bu yer nevrologiya laboratoriyasından çox dəbdəbəli butik oteli xatırladırdı. Doktor Gessner, deyə o bərkdən səsləndi. Çünki artıq Leytenant Pavelin yuxarıdan onu eşitmədiyini hiss edirdi. Langdonun açdığı ilk qapı iri və dəbdəbəli bir ofisə aparırdı. Daş divarlar, bahalı xalçalar, hündür dolablar. Masanın üstündə 2 kompüter, sabit telefon və qalaq-qalaq sənədlər vardı. Görünür Gessner işinin çox hissəsini məhz burada görürdü. Kimsə var? Deyə o bitişik otağa boylandı. Bu otaq daha kiçik idi. Masanın üzərində şəkillər, süni bir bitki və üstünə əl ilə Peyvodu yazılmış çəhrayı bənövşəyi su qabı vardı. Langdon bunun nə demək olduğunu bilmirdi. Amma Kiril əlifbasını tanıdı və Gessnerin laboratoriya köməkçisinin rus olduğunu xatırladı. Köməkçinin otağından çıxan Langdon dəhliz boyu irəlilədi və dərhal üstündə tanımadığı bir simvol olan növbəti qapıya çatdı. Bir anlıq elə bildi ki, bu dəyişdirilmiş sirkumpunktur. Mərkəzində nöqtə olan qədim dairə simvolu. Həm də biraz Philadelphia Flyers hokkey klubunun loqosuna oxşuyurdu. Amma az sonra anladı ki, əslində iri bir boruya uzadılmış insan fiqurunu əks etdirən müasir piktogrammadır. Görüntüləmə laboratoriyası. Langdon düşündü və qapını möhkəm döydü. Sükut. Ketrin, burdasan? Deyə asta səslə çağırdı. Qapını itələyərək açdı. İşıqlar avtomatik yandı və 2 nəhəng görüntüləmə cihazına KTV MRT-yə baxan mürəkkəb idarəetmə stansiyası göründü. Lakin burada da heç kim yox idi. Langdon otaqdan çıxdı. 3-cü qapıya doğru irəlilədi. Buradakı yazı ona ani ümid verdi. Virtual reallıq. Gessner virtual reallıq üzərində işlədiyini demişdi və Langdon düşündü ki, bəlkə Ketrinlə buradadır və hansısa VR sessiyasına aid olduqları üçün interkomu eşitməyiblər. Langdonun VR-la yeganə təcrübəsi son dərəcə sarsıcı olmuşdu. Bir tələbə onu Dırmanma adlı qayaya dırmanma simulyasiyasını sınamağa razı salmışdı. VR eynəyini taxan kimi Langdon özünü minlərlə metr yüksəklikdə, nazik bir çıxıntının üstündə olduğunu görmüşdü. Düz yerdə, təhlükəsiz dayandığını bilməsinə baxmayaraq, qorxudan donub qalmışdı. Tarazlıq hissi tamamilə pozulmuş, bir addım da ata bilməmişdi. Təəccüblüdür. Virtual reallıq beyninin əmin olduğu gerçəklikdən daha inandırıcı olmuşdu. Bir də heç vaxt, deyə düşündü və VR otağının qapısını döyərək açdı. Ketrin, deyə içəri girərkən səsləndi. Doktor Gessner. Daş divarlarla əhatələnmiş balaca otağa xalça döşənmişdi. Ortaya tək bir kreslo qoyulmuşdu, ekransız. Bir nəfərlik ev kinoteatrını xatırladırdı. Kreslonun söykənəcəyindən kabelli, qalın başlıqlı eynəklər asılmışdı. Bura çox qəribədir. Langdon düşündü və Ketrin burada deyil. O VR otağından tez çıxdı. Dəhliz boyu bir neçə addım atdı. Təzlə göz yuma yeri və duş kabinəsi olan tualetə keçdi. Boş idi. Biraz da irəliləyib laboratoriyanın son qapısına çatdığını anladı. Lövhədə texno inkişaf yazılmışdı. Gənc texnologiya startapçıları arasında geniş yayılmış bu dəbli termin yalnız Jonas Folkmanın onu tamamilə lazımsız bir birləşmə adlandırması sayəsində Langdonun yadında qalmışdı. Folkman deyirdi ki, texnoloji inkişaf sözlərini yazmağa gücü çatmayan gənclərə milyonlar verilməməlidir. Langdon yüngülcə döyəndən sonra qapını açdı. Son şans, deyə düşündü və Ketrinin içəridə olmasını arzuladı. Qapı açılan kimi bir anlıq Langdonun gözləri tutuldu. Otaq göz qamaşdıracaq dərəcədə işıqlı və səs-küylü idi. Ağ kafelli döşəmənin üzərində sərt fluoresan lampalar vızıldayır, ventilatorlar gurulduyur, fasiləsiz siqnal səsi havanı sanki yarıb keçirdi. Langdonun ürəyini qorxu və həyəcan bürüdü. Kimsə var? Deyə səs-küyün içində qışqırdı. Ketrin! İçəri girəndə elektron avadanlıqlar, alətlər, hissələr və planlarla dolu müxtəlif iş masaları gördü. Özünü dəli bir alimin yuvasına düşmüş kimi hiss etdi. Otağın arxa hissəsində köhnə tip kompüterlə sənaye generatorunun qərbi hibridinə bənzəyən iri ağır bir qurğu dayanırdı. Qurğudan soyuducu ventilatorların uğultusu və dayanmayan siqnal səsi gəlirdi. Burada kimsə var? Deyə qışqırdı.
Langdon qurğuya doğru yaxınlaşdı və yan tərəfindən çıxan qalın boru və naqil dəstələrinin döşəmə boyunca uzanaraq ikinci bir cihaza şəffaf plastikdən və ya şüşədən hazırlanmış alçaq və incə bir konteynerə bağlandığını gördü. Şəffaf örtüyün altından yumşaq bir işıq yayılırdı. Bu nədir axı? Ölçüsü və forması Langdona yuxu kapsulunu xatırlatdı. Yoxsa tabut deyə düşündü və qəfil ürpərdi. Yaxınlaşdıqca gördü ki, kapsulun şəffaf örtüyü sıx buxarla örtülüb. Siqnal səsi kəsilmirdi. O ehtiyatla şüşə qapaqdan içəri baxdı və diksinərək geri çəkildi. Qalın, fırlanan dumanın içində hərəkətsiz uzanmış insan silueti görünürdü. İlahi, Ketrin,